Sonra içeri girer. İnşallah namaz vaxtıdır. Əgər azam verirsə içəridə birimiz bir namaz qılarıq, hamımız cəm şəkildə namaz qılarıq. Bura İmam Hüseyin ağanın, Əbəlfəz ağanın, İmam Zeynul Abidinin, Hanım Zeynəbin, cəmi 73 şəhədanın xeymələridir. Yəni qaldıqları yer. O yer ki, Yezdin dəstəsi İmam Hüseyndən sonra bu xeymələri talan elədi, yandırdı. İnşallah içəri girəcək, bir-bir atlarına deyəcək kimin xeyməsidir. Cəm şəkildə də namazımızı, əgər namaz vaxtı qılıb çıxacaq bari. Mikrofonu içəri bıraxmırlar deyənə burada elan edir. Peyğəmbər və Fakir beytinə salavat zikr edər. Heç kimdə içəridə yubanmasın, çox xahiş edirlər.